Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuzda insanın özünü olduğu kimi qəbul etməyinin fəsadları haqqında danışacağıq. Belə bir söz eşitmişik də, belə bir ifadə, belə bir cümlə. Özünü olduğun kimi qəbul et. Bu nə dərəcədə doğrudur? Birinci hal, əgər insan özünü olduğu kimi tam totallıqda qəbul edirsə, hər bir şeyinlə birlikdə, ümumiyyətlə dəyişmə açıq deyilsə, bu artıq həm özünə zərərdir, həm də başqalarına zərərdir. Kim ki ondan yaşayır. Məsələn, içki içirəm, mən alkoqol bağımlısıyam, mən özümü olduğu kimi qəbul edirəm. Nə bilim, qaraciyərimdə sirroz var, yəni qaraciyərim sıradan çıxır, mən müalicə olunmağı düşünmürəm, mən özümü olduğum kimi qəbul edirəm. Və yaxud da mən tənbələm, iş görmək istəmirəm və özümü olduğum kimi qəbul edirəm. Bu da birbaşa məsuliyyətsizliyə aparır. İkinci tip özünü olduğu kimi qəbul edən insanlar cəmiyyətin subyektiv şəkildə onu rahat idarə etmək və tərbiyə etmək üçün, xüsusilə də valideynlərin ona yeritdiyi mallar və məllərdir. Hansı ki, real, obyektiv əsasları yoxdur. Sən hər zaman ağlamağı saxlamalısan. Öz gülməyi şit-şit şəkildə bir üzə verməməlisən. Valideynin üzünə qətiyyən qayıtmaq olmaz. Böyüyün sözünə hər zaman baxmaq lazımdır. Və bu insan da deyə bilər ki, bəli, mən belə tərbiyə olunmuşam. Mənim məqsədim ancaq başqalarına yaxşılıq etməkdir. Yalnız və yalnız özümü ikinci plana ataraq özümü yaxşı hiss edə bilərəm. Yalnız və yalnız öz ehtiyaclarımı, arzularımı və istəklərimi təxirə salaraq başqalarının ehtiyaclarını, arzularını və istəklərini yerinə yetirərək özümü yaxşı hiss edə bilərəm. Yalnız özümü qurban verərək mən yaxşı ola bilərəm. Mən beləyəm. Bunun nəticəsində də insan şəxsiyyətsizləşir. Və bir də üçüncü özünü bu şəkildə olduğu kimi qəbul edilmək forması var ki, yəni xüsusi bir ideal bir obraz var. Mən bu ideal obraza çatmayınca özümü xoşbəxt hiss eləməyəcəm. Halbuki o ideal obraz ümumiyyətlə mümkün deyil. Kriteriyalar o qədər qeyri-real və utopikdir ki, ona çatmaq ümumiyyətlə fizikanın qanunları ümumiyyətlə ona imkan vermir ki, o ideal obraza çatasan. O mümkün olan bir şey deyil. Belə olanda da insan deyə bilər ki, mən beləyəm də, mən hökmən o ideal olmalıyam, mən hökmən o mükəmməlliyə mən çatmalıyam. Mən başqa cür ola bilmərəm. Və bunun nəticəsində insan daim özünü natamam hiss eləyəcək. Natamamlıq kompleksi insanı aqressiyaya, başqalarını günahlandırmağa və yaxud da özünü günahlandırmağa, depressiyaya aparacaq. İnsanın bir növü şəxsiyyəti parçalanacaq, həyatdan zövq ala bilməyəcək. Və nəticəyə gəlirik. Yaxşı, nəyi olduğu kimi qəbul eləməliyik? Məsələn, özümüzdəki qüsurları olduğumuz kimi birinci qəbul eləməliyik ki, onları dəyişə bilək. Bəli, bu məndə var və yaxud da başqasında var, amma insan özü istəyirsə bunu və bunu dəyişməliyəm. Çünki özümə və başqalarına zərər verirəm. Çünki mənim həyatımın gedişatını çətinləşdirir. Mənim həyatımın keyfiyyətini aşağı salır. Ona görə dəyişdirməliyəm. Qəbul edirəm və dəyişdirməliyəm. Buna aktiv qəbullanma deyilir. Bir digər də var ki, məsələn, elə bir məsələ, problem mövcuddur ki, artıq o mənim əlimdə deyil. Dollar qalxır, məsələn, mən bunu dəyişdirə bilmərəm. Zəlzələlər baş verir, tsunamilər olur, mən bunu dəyişdirə bilmərəm. Yəni, mənim kontrolümdən kənar olan bir şeydir bu. Bunu qəbul edə bilərik. Bu, pasiv qəbul eləməkdir, lakin sağlam qəbul etməkdir. İndi, bəs yaxşı, başqalarını olduğu kimi qəbul etməliyikmi? Sual olunur. Məsələ burasındadır ki, başqalarını olduğu kimi qəbul etməliyik. Amma qəbul etmək
o demək deyil ki, onların bizə çəkdirdiyi zülmlərə biz dözməliyik. Qəbul etmək o demək deyil ki, biz onların ağız qoxusunu, təhqirlərini, tənqidlərini çəkməliyik. Qəbul etmək o demək deyil ki, biz istəmədiyimiz, bizim dəyərlərimizə zidd gedən insanla hər zaman muhattab olmalıyıq. Düzdür, bəzən bizim yaxınlarımız, anamız, atamız, bacımız, qardaşımız, həyat yoldaşımız olur bu ki, biz tam ünsiyyəti ondan qoparda bilmirik. Amma elə olanda da müəyyən dərəcədə məsafə qoymağa, sərhədləri qoymağa bacarmaq lazımdır. Hansısa sferada. Məsələ burasındadır ki, biz insanları olduqları kimi qəbul edə bilərik. Lakin bizim üçün təhlükə yaradırlarsa, bizim dəyərlərimizə zidd hərəkət edirlərsə, o zaman onları olduğu kimi qəbul edib rədd etməliyik. Diqqətinizə görə minnətdarım. Sağ olun.